Beləliklə, senaristin Vəhəllən və Qəlləmin iştirakı ilə Bir Qalanın Sirri filmi. Buyurun, baxın. Həlləm və Qəlləm, buyurun səhnəyə. Deməli, biz bugün növbət dəfə Azərbaycan filmini məşq edəcəyik. Bu filmin adı Bir Qalanın Sirri filmidir. Deməli, kəndin aptekin müdürü Həkim Baba, Levi dərman düzəltdiyinə görə, kəndin səhiyyə müdürü Simnar xan onun əlini qolunu bağlayıb, atıb qanlı qayaya. Göygöz Kosanı köməkləyirlər. Bu vaxt Göygöz Kosa girir Falçı Babanın obrazına və gəlir kəndə mətanəti axtarmağa. Onun fikri zikri mətanəti də tutmaqdır. Deməli, burada Göygöz Kosa mən belə baxıram ki, elə xarici görünüşə görə də olursan qəlləmsən. Amma milli görünüşə görə Eşa, olur Mətiş. Sən olursan Göygöz Kosa qəlləm. Sən də olursan mətanət. Aydındır? Mətanət oluram da. Ay, sağ ol, olursan mətanət. İndi getirir səhnənin arxasına. Motor deyən kim başlayırıq? Mən nəyəm? Sən Göygöz Kosa. Göygöz Kosayam mən. Ay, sağ ol. Mən neynirəm? Sən neynəməlisən? Adın Kosadır. Gəlirəm, mətçə patxod eləyirəm. Göygöz Kosa. Artıq sual vermə. Göygöz, yəni Kosa. Gəl. Yox. Motor, Göygöz Kosa və mətanət görüşür. Mən batıram, fala baxıram, mən yatıram, fala baxıram. Yav Rəb, de görün mətanət hardadır? Mən buradayam, Falçı Baba. Falçı Baba, Göygöz Kosa ilə Simnar xan Həkim Babanı oğurlayıblar. Mənə onun yerini denən. Mən hardan bilim ki, sən həqiqətən də mətanətsən? Onu bilməyə nə var? Mətanətdir də. Senaristi mənim Mətanət İskəndər. Mən sənə demədim Mətanət İskəndərlisən sən. Sənə dedim ki, sən Bir Qalan Sirri filmindəki obraz mətanətsən. Bildim. Bildim. Heç yerə getməyin, qalın orada. Başladıq, rəm atıram. Atıram. Motor, başladı. Mən yatıram, fala baxıram. Yav Rəb, de görün mətanət hardadır? Mən buradayam. Falçı Baba, mənə Həkim Babanın yerini göstər. Ay qız, dikəl məni görün. Biraz gəl qabaqdan düzəlt. Ay qız. Falçı Baba, Düzəlt məni. sən mənə elə yaxşı tanımırsan. Mənim adım Mətanətdir. Düzəlt, buradan vur, buradan qabağı elə. Biraz belə. Biraz düzəlt. Sağ ol, Mətiş. Mənə Həkim Babanın yerini göstər. Həkim babanın? Həkim Babanı. Yav Rəb, de görüm Həkim baba hardadır? Fu, 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 fu. Ay qız, sən nə vaxt içinmirsən? İyi verirsən. Çinmərəm də, Göygöz Kosa ilə Simnar xan tüm kəndin suyunu kəsib. Mənə Həkim Babanın yerini göstər. Səndən it iyi gəlir. Qızım, iylə bunu, mətanət gülüdür, iylə qızım, iylə. Falçı Baba, yiyirsən turpdan, noxuddan, bütün gün deyirsən iylə, ala. Özün bilərsən. Həkim Babanın yerini göstər mənə, Falçı Baba. Bu saat, Mətiş, Yav Rəb, de görün mətanət hardadır? Fu! Mətiş buradadır ki. Həkim baba hardadır? Yav Rəb, de görüm həkim el dostu hardadır? Fu! 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 Senarist! Stop, siz neyinirsiniz? Dəlidir bu!
Siz elə bir ki, şərq əlbəyaxa döyüş növlərində iştirak edir. Ay kişi, sən göy-göz kösasan, sən də mətanət. Bu nədir? Amma mən tapıram da imkan vermir. Həkim el dostunu tap tez o. Tək görmə mən bu. Əmi dostunu tapın. Əmi dostu. Həkim el dostu. Ailəm sən əmi dostunu tap dedim onu. Yavrəm, de görüm həkim el dostu hardadır? Fu, 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 fu. Şeş qoşa. Falçı baba, Hə, sən zər tutursan, ala stəkanla at. ya Allahın adı. Yavrəm, de görüm həkim el dostu hardadır? Fu, fu, fu. Falçı baba, bu necə zər atmaqdır? Zəri belə atırlar. Mətiş, Əgər elə də alınmasa, Mətiş necə elədi? tu. Tu. Devam. Ya Allahın adı. Ağlardan oynayırsan, qaralarla... Fərqi yoxdur, belə qalsın, hansı nəslin oyna. Yaxşı. Ya Allahın adı. Falçı baba, Ay can, əgər mən sənə hə, bir mars versəm, mən də sənə snikers verərəm qızım. onları bərabər, Raşot. Qaşıq. Nədən oynayırıq? Nədən oynayaq? Bir tasdan oynayaq bəsdir. Hə, bir tasdan, Yaxşı. Stəkanla yoxsa belə? stəkansız. Necə istəyirsən? Hə. Bu bundan, düzdür? Ya Allah. Falçı baba, Mars. 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 Nə oldu? Bir tas uzdun. Gözdə Mətiş gəlirəm. Ya Allah, Mətiş qızım. Gələ, bu da sənin tasın. Belə tasdan demirəm. Sən bir tas uduzdun mənə. Əşi, gedib qəşət çimərsən də iti verirsən, Mətiş. Siz neyinirsiniz? Hə, Tas ləyən söhbəti getmir. Nərddə tas, yəni 3 dənə oyun bir tasdır. Həkim baban yerini tap, tez ol. həkimin yerini tapın. Tez ol, yerini tap, gözləyir. Mətiş, zərlərimi gətir bura. Həkimi mən hardan tapım? Zər at gör həkim baba hardadır. Yaxşı. Mətiş, zər ver. Falçı baba, həkim babanın yerini deyirəm mənə. Baş üstə. Yerin bilmək istəyirəm, axşam zəngir, Allah köməkli olsun. Ekstra sensə 2 dəqiqə deyəcək sənə. Yavrəm, de görüm həkim el dostu hardadır? Fu, 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 fu. Nədir? Görürsən qızım? Görürəm. Bax, 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 bax. Bax! Həkim el dostu Respublikanski Balniçanın 4-cü mərtəbəsində əməliyyat otağındadır. Stop, sən neyinirsən? Tapdım da həkimin yeri. Həkim el dostu vaxtı bəyəm Respublikanska Balisa var idi. Qılavraş. Qulaq as, deməli Göycəz Kosa Hə. mətanəti uğrayır, aparır yenə Qanlı Qayaya. Niyə Həkim var? baba kimi. Qanlı qayıya ikisi. Qanlı Qayaya aparırsan. Ay sağ ol. Hə. Bu vaxtı Kamran baba ilə Elşən bu söhbəti eşidir Hə. və gəlirlər Həkim baba ilə mətanəti Qanlı Qayadan qurtarmaq istəyirlər və bunun yollarını axtarırlar. Aydındır? Hə. Çünki Həkim baba gedəndə qutunun içində parollar qoyub. O qutunun içindəki əşyalara baxıb Həkim baba ilə mətanətin harda olmağını müəyyənləşdirmək olar. Baş. Aydındır? Aydın. Deməli, Qəlləm sən olursan Kamran baba, Hə. sən də Həlləm olursan Eyşən. Eşə. Bəli, gedin səhnənin arxasında motor deyən kimi başlayırsınız. Baş. Kamran baba və Elşən görüşürlər. Elşən oğlu. Kamran baba. Kamran baba. Hayır, yavaş. Kamran baba. Göygöz Kosa ilə Simnar xan mətanətlə həkim el dostunu Qanlı Qayaya aparıb. Mən bu dəqiqə gedirəm ora. Elşən hara gedirsən deyəm. Baş boy gəlir. Bu nədir Kamran baba? Tapmışam buradan. Nə qutusudur bu? Həkim el dostu qoyub gedib. Onda aç bu qutunu. Bu nədir? Kənan ailəsi ilə bir yerdə 55 manat. Rəşadət 35 manat. 35 manat. Sonra
Deyən görək. Ha, Kamran baba. Ədalət Yəqin Mehdi ailəsi ilə 88 manat. Halaldır. Kamran baba. Deyən görək. Yəqin bu Deyən görək. kəndin qırağındakı Qismət Əli, Əflatun, 88 manat. Sünnət toydu bu. Hə, xanlar var. Səsini çıxartma çıxaradan. Ha, stop, hara geysiz? Al başım xərəbdə o qədər pul var burada. Ay ki, nə pul, həkim baba onları qoya bilməz. O səhv düşür, başqa kutudur o. Bəs nə eləyir? Ged o kutunu qoy yerinə. Acamatın toy pulunu götürüb gəlib ora. Kamran baba. Yaxındırma ilşən. Mən burada kutu tapmışam. O nə qutudur Kamran baba? Deyəsən həkim el dostu qoyub gedib bunu. Bizə demək istəyir ki, əgər mənim dalımca gəlsəz, bu kutuya baxın, yolları tapın gəlin. Onda demirdi, səhər 9-da gəlin. Bu nədir? Qanlı daş, Qanlı daş, soğan, soğan, iynə. Bu o deməkdir ki, Nə deməkdir? qanlı qayada dərimi soğan kimi soysalar da, Belə. iynə kimi deşsələr də, əyri mismar, bu lazım deyil. O nə deməkdir? Əyri mismar. Soğan kimi dərimi soysalar da, iynə kimi deşsələr də, əyri mismar da o bilsə nə deməkdir? Deşsələr də, vergül. Vergül. Halal olsun Kamran baba. Üzüm kimi məni sallatsalar da, qanlı qayada, eləməzlər. qanlı qayada, qoz, Qoz nə deməkdir Kamran baba? məni qoz kimi oynatsalar da, Belə. köhnə pulla 500 manat, nizami, Nizami. Nə deməkdir? nizami, bir dənə də qəpi, indiki pulla qəpi. Qəpi nə deməkdir Kamran baba? Qəpi nə deməkdir oğul? Qəpi puldur, iş deməkdir qəpi, iş. Demək düzdür Kamran İş. baba. Bu da köhnə pulla nizami, yəni Gəncəvi. Yəni həkim el dostuna mətanətə qanlı qayada, qəpi, iş, nizami Gəncəvi, Gəncə. Yəni qanlı qayada iş Gəncə verirlər. İşgəncə verir. İş Gəncə verirlər. Bu səhv qoyub bunu həkim baba. Bunu Ha, səhv qoyub. stop. Qulaq as mənə. Hə. Mən belə baxıram ki, Elşən bunların heç birini bilməyəcək. Hə. Sən Elşənə çoxlu kitab verirsən, Hə. o heyvanların, quşların, otların dilini bilməlidir. Ondan sonra ancaq gedib qanlı qayadan mətanət və həkim babanı xilas eləyə bilər. Mən heyvanları zat deyəm, mən amma 100% quşların dilini biləcəyəm. Sən mütləq ona kitabları verməsən, oxusun. Yaxşı. Tez ol. Elşən, oğlum, Kamran baba, yoruldum səni qarşılamaqdan. sən bu saat gedib mətanətlə həkim el dostunu xilas eləməlisən. Baş üstə Kamran baba. Dayan! Sən bunu eləmək üçün Neynəməli? yalnız mən dediyim bu kitabların hamısını oxumalısan oğul. Kamran baba, Yallah! kitab mənim vaxtımı aparar. Mən gedirəm, Sən mən gedirəm Kamran baba. Hara gedirsən Elşən? Sən bunlar nə qədər ki oxumamısan, sən nə heyvanların, nə quşların, nə də otların sirrini bilə bilərsən. Otur mənim balam. Otur səhərə kimi oxu. Kamran baba, bu qədər kitab mənim vaxtımı aparar. Elşən, sən Mətişlə həkim el dostunu xilas eləmək üçün kitabların hamısını oxumalısan. Mən söz verirəm Kamran baba. Gedib başımı biqudi ilə vurmaqla deyil, hamısını oxumalısan. Söz verirəm Kamran baba. 1-3 oldu. 3-7'ye geçti. 7-40'a çatdı. Hələ də yarısından çoxu qalır. Bəsdir. Oxumuram. Hamısını oxumuşam. Elşən oğlum, hara gedirsən? Kamran baba, mən kitabların hamısını oxudum. Bu dəqiqə gedirəm tələbə qəbulu üzrə dövlət komissiyasına boş qalan yerlərə imtahan verməyə. Elşən! Ha, stop. Bu İsrail xərab olub. Ha, Elşən, sən hara gelsən?
Bir gedirəm sənət verməyə boş qalan yerlərə. Elşən, Oxuyub gəl öyrənin. səhnəyə. Sən nə danışırsan? Nəysə, kitabların da xeyri olmadı. Hə. Kamran baba, sənin və ancaq ona kəmər verməlisən. O kəmər ki, ona qaranlıqda işıq saçacaq yoluna. Aydındır? Yaxşı. Ay sağ ol, kəmər ver. Görək kitabları oxuyub, onun biliyi başında varsa, kəmər belində qalmalıdır. Ey Allah. Elşən, oğlum, sən bu kitabların hamısını oxudun? Oxudun bu kitabların hamısını? Oxumuşam. Deyirsən ki, oxumuşam. Al gör bu kəmər sənin belində dayanır, yoxsa yox? Əgər dayansa Elşən, biləcəyəm ki, sən bu kitabların hamısını oxumusan. Sən o qanlı qayaya gedib Həkim Eldostunu, mətanəti xilas eləyə bilərsən. Bu qadın kəmərinə oxşayır Kamran baba. Elyanənindir, fikir vermə, bağla vermə. Yanmır Kamran baba. Dayanmayacaq, çünki sən oxumamısan. Yanmır Kamran baba. Yanmır. Sən bu kitabların hamısını oxumamısan, yerə çırpma, atonamalı deyil Elyanə. Kamran baba. Amma mən Elşənəm. Elşənsən. Bu kəmər mənim belimdə O kəmər dayanmalıdır. sənin belində dayanmırsa, sən hissənməlisən. Sən güc yığmalısan. Sən çünki Elşənsən. Düzdür. Sən o Mən kəməri Elşənəm. saxlayıb, sən qanlı qayaya gedib. Mən Elşənəm. Həkim Eldostunu xilas eləməlisən. O kəmər sənin belində dayanmalıdır. Çünki sən Elşənsən. Sən deməlisən ki, mən Elşənəm. Mən Elşənəm. Dinən Elşənəm. Elşənəm. Elşənsən. Elşənəm. Elşənsən. Sən sübut elə ki, sən Elşənsən. Dayandı Kamran baba. Dayandı. Niçivosi be. Necədir? Yaxşıdır. Davay bebe, necədir, yaxşıdır. Niçivosi be. Necədir? Yaxşıdır. Davay bebe. Necədir? Yaxşıdır. Elşən səni Ay stop! bağlamış. Buna bax, buna bax. Hə? Sən neyinirsən? Ha, Elşəndir də. Elə Elşən deməli meyxana deməlidir. Belə şey olar. Mən neyniyək? Qulaq az. Hə, Deməli, hadını göy-göy sosa tutur. hə. Bıdı sən də gedirsən göy-göy sosa olursan. Hə, Bıdı hə. qaçır. Hadını göy-göy sosa tutub qanlı qayaya gətirir. Göy-göy sosa hadını tutub qanlı qayaya gətirir və ondan dərmanın sirrini öyrənmək istəyir. Hadi. Sən o dərmanın sirrini deyəcəksən ya yox? Ölsəm də deməyəcəm. Hadi. Axı sənə nə lazımdır? Maşın lazımdır, nə maşın alım qoyum altıma. Ev lazımdır, nə qəşəng bir dənə şəhərin mərkəzində, Navastroyakada ev alım qoyum altıma. Nə istəyirsən? Hə? Ölsəm də o sirri deməyəcəm sənə göy-göz çosa. Mən səndən qorxmuram. Qorxmursan ki? Qorxmuram. Qorxmursan ki? Qorxmuram. Qorxmursan? Yox. Elşən! Kamran baba! Mətanə! Bu saat səni daşa döndərəcəyəm. Nə lazımdır indi sənə? Vay, indi göy-göz çosa, mənə Stroçun Pampers lazımdır. Stop, sən neyinirsən? Sən nə danışırsan? Hə? Hadı. Ay hadı. Ha. Sən gedirsən olsan mətanət, tez ol. Get çıx sənədən. Dəyişim də elmi sonra. Bəli, get olsan mətanət, tez ol. Mətçi gəlir indi. Mətçi gətirirlər. 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 Neyniyim? Soruşum Sən onu qorxuz. Hə. Denən ki, yox, səni daşa döndərəcəm. Yaxşı. Eşidirsən? O dərmanın mütləq sənə sirrini desin. Mətanət, sən bu saat o dərmanın sirrini mənə deməlisən. Yoxsa Ölsəm də səni deməyəcəm göy-göz çosa. deməyəcəksən ki, Yox. Mətiş, mən sənin bu saat qollarını daşa döndərəcəyəm. Qorxmursan ki? Yox. Qorxmursan ki? Yox. Mətanət! 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 Əgər bu zəngimsel parçasını öz telefonunuza yükləmək istəyirsinizsə, 6970-ə sadəcə olaraq Mətanət A, kafel və metlaq yapışdırıcısı yazıb 6970-ə göndərin. Qoy sizə zəng eləyənlərin zövqünü oxşasın. Mətanət, bu saat o dərmanın sirrini mənə deməlisən. Ölsəm. Deməsən səni splaşnoy daşa döndərəcəyəm. Döndər göy-göz çosa. Döndərim? Döndər.
Mətanət! 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 Az, mətanət. Mən sənə nətər öyrənmişəm siqnal verməyi? Yolla gedirsən. Maşın reski buradan çıxdı. Mətanət! Qabağa bax. Necə siqnal verirsən? Mətanət! Elə yox. Maşın gəlir. Mətanət! 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 Başa düşdün? Bəs birdən Göygöz Kosa. Hə. Bəs birdən qarşına Softrans, trailer, vagon çıxsa nə edərsən? Yük maşınları da, hə? Yük maşınları. Hə, onda nə edəcəksən? Gedirsən, görmürsən. Lafdan çıxdı. Mətanət! Bəs birdən Göygöz Kosa, birdən bir qurd çıxsa qarşına, sən nə edərsən ona? Eşan açınca gözün, Mətanət gəlib zapsıq vurur. Senarist bu başı hava dəli deyə bu. Belə şey yoxdur. Sən nə danışsan? Mətanət. Ay Mətanət. Nə oldu Mətiş? Gəl Göygöz Kosanın yanına. Hə. Gəl Göygöz Kosanın yanına. İndi bilmədim film nə dərəcədə yaxşı və pis alındı. Onu tamaşaçılardan Bilmirsən, film necə soruşmaq alındı, lazım. amma inəyim yaxşı Bir qalan sirri tamaşaçılar tərəfindən soruşaq. Necə alındı? Həlləm qəlləm adamlar olsanız da tamaşaçıların xoşuna gəldi bu film. Baş əyin tamaşaçılara.